Assalomu alaykum rahmatullohi va barakatuh. Barliq Sharq Turkistonlik qarindoshlar, Allohning rahmati, mag'firati, barakati hammamizga bo'lsin. Hammamizga ma'lum bo'lganidek, 10 oyning 1-kuni Xitoy tajovuzchilarining bizning muqaddas vatanimiz bo'lgan Sharq Turkistonni besib olganligi, ishg'ol qilib olganligining xotirasi qora kuni. Biz Şərq Türkistanның həqiqi egiləri buluş sübütümüz bilən Xitayның təcavüzçılığını hərgizmi qəbul qılmaydıqanlığımızı, bu körüşümüzni, bu qarşılığımızı, bu davarımızı ta ki Şərq Türkistanның müstəqil buluşuğa qədər davam qıldırdığanlığımızı bildiriş üçün 10 ayının 1-ci günü Xalqaralıq Şərq Türkistan Təşkilatlar Birliği'dən uğurlaşdırılğan Xitay konsulluğunun aldıdakı namayışqa barlıq ailə əzalarımız, dostlarımız, yaqinlarımız, Türk tunuşlarımız, barlıq təşkilat və yaqin ətrafdakı məktəb oxucular və oxucularının ailəsigəcə təklif qilishinglarni və namayışqa naytı bir jangovar və to'liq qatnashib berishinglarni umid qilamiz. Bu dava hammamizning, bu vatan hammamizning. Biz vatanga bo'lgan ig'dorchiligimizni amaliy harakatlarimiz bilan o'zimizning mas'uliyatlarini ado qilish bilan ifodalaymiz. Hammanglarning bu muqaddas vazifani ifodalashga aktiv ovoz qo'shadiganliginglarga ham ishonamiz. Hammanglardan Alloh rozi bo'lsin. Assalomu alaykum rahmatullohi va barakatuh.